Eşit değil. Dünənki anlayışla görə minnətdaram. Amma vəziyyət heç o vəziyyət deyildi. Okey. Yoldaşlar, biz ən son kategorizasiya nədən danışdıq? Analitik alətlərdən, metodlardan. Baxan və sual olan varmı? Çünki bəzi yoldaşlar demişdi ki, baxaq sonra suallar yaranacaq. Hər hansı çətinliyiniz, Sizim xanım, bu niyə belə olur, bunu niyə belə edirik deyən bir hallarınız varsa xahiş edəcəm, bildirin. Yoxdur. Axşamınız xeyir olsun İsmirxan bəy. Hər vaxtınız xeyir. Mən bir sualım olacaqdı. Deməli, orada bir neçə sərbəst dəyişən ola bilər, bir asılı dəyişən reqresiyada. Bəli. Biz orada korrelyasiyanı ölçəndə sərbəstlə asılı dəyişən arasındakı əlaqəni ölçdük. Orada əgər iki sərbəst dəyişən arasında əlaqə çox yüksəkdirsə, onda birini götürürük, yoxsa necə? Yox. Hər iki sərbəst dəyişənin asılı dəyişənə nəzərən korrelyasiyasını ölçürük. Yox, o şəkildə yox. İki sərbəstin əlaqəsini nəzərdə tuturam. İki sərbəstin bir-birinin əlaqəsi? Bəli, əgər bu çox yüksəksə biri götürülür, yoxsa necə? Yox, iki sərbəst dəyişənin bir-birinin əlaqəsi olmaya da bilər. Əsas onun aslıya nəzərən əlaqəsidir. Tamammı? Biz nə demək istəyirəm? Əgər iki sərbəst dəyişən arasında korrelyasiya yüksək olarsa, aslı dəyişənə eyni şəkildə təsir eləyəcəyi üçün yenə ikisi saxlanılmalıdır, yoxsa biri çıxarılmalıdır? Yəni bu baxımdan. Siz gəlin belə deyək də, birinci sərbəst dəyişənlə aslı dəyişən münasibəti belədir. Biri artanda o birisi də artır. Okeymi? Və güclü artır. İkinci sərbəst dəyişənlə aslı dəyişən arasında olan münasibət belədir. Biri azalanda o birisi artır. Amma güclü azalır və ya güclü artır. Yəni tərs korrelyasiya var da. Bəli. Biz demişdik, fərqi yoxdur. Bu müsbət olsun, yəni mənfi olsun, əsas odur ki, 1-ə yaxın olsun. Yes. İndiki halda nə demiş oluruq? Deyirik ki, birinci sərbəst dəyişənlə ikinci sərbəst dəyişən arasında bir əlaqə yoxdur. Bəli. İfadə edə bildim. Yəni bunların sərbəst dəyişənlər arasında bir əlaqənin olması deyə bir zərurətimiz yoxdur. Yəni bunlar ayrı-ayrılıqda bir-birinə təsir göstərməyə bilərlər. Məqsəd nədir? Bu ikisinin hərəsinin ayrı-ayrı şeyə təsir göstərməsi, asılı dəyişənə təsir göstərməsi lazımdır. Aydındır. Yox, mən əlaqəsinin olması məcburiyyəti kimi yox, sadəcə elə düşünmüşdüm ki, iki sərbəst dəyişən əgər bir-birinə çox yaxın əlaqəlidirsə, artıq sərbəst dəyişənə təsiri ölçüləndə biri çıxılmalıdır. Yəni mən belə başa düşmüşdüm. Okay. Bunu biraz Gülah xanım, biraz brainstorming olsun, yəni alternativ yolla izah eləməyə çalışım da. Düşünün ki, sizin var 100 nəfərlik bir datanız, var 1000 sətirlik bir datanız. Hansı sizin üçün daha etibarlı mənbə hesab oluna bilər? Daha yaxşı metriklər çıxır? Daha çox. Super. İndi baxın, bu məntiqdən baxaq. Daha çox sərbəst dəyişən varsa, bu sizə daha etibarlı reqressiya çıxartmağa imkan verə bilər. Bəli. Tamam. Yaxşı, deyirik ki, qar yağması üçün nə lazımdır? Havanın temperaturu və ya da yolların buzlaması üçün nə lazımdır? Qar yağmalıdır, havanın temperaturu mənfi olmalıdır. Okeymi? İndi gəlin baxaq, qar yağması ilə yolların buzlaması arasında bir əlaqə varmı? Var. Amma daha güclü əlaqəsinin olması üçün bir də havanın temperaturu mənfi olmalıdır. Yəni nə qədər bu elementlərin sayı nə qədər çox olsa, bizim işimizə o qədər çox yarayır. Daha etibarlı nəticə verməyə kömək edir. Bir növ datanın həcmi artdıqca bizim çıxartdığımız nəticələr o qədər daha etibarlı olmuş olur. Aydın da başa düşdüm. Çox sağ olun. Siz sağ olun, buyurun. Mən də sizə bir sual verim. Deməli, biz dedik ki, bunu əsasən eləyirik biz turnoverda, işçi bağlılığında falan. Mən prosto belə özüm çünki hansı yollarda istifadə edə bilərik deyə fikirləşdim. Bir nə asıllığı tapdım. EMPC ilə işçi bağlılığı arasında. Yox, EMPC ilə yox, time to fill arasında. Time to fill? Aha.
biraz uzaq əlaqədir. İşçi bağlılığı daha Amma net var, əlaqədir. işçi bağlılığı yox mənim, amma güclü korrelyasiya var aralarında. Siz real dataya baxmısınız? Real data yox, ChatGPT-dən dedim ki, mənə EMPC ilə time to fill arasında nə məntiqlə yanaşdı müəllim? Əgər tövsiyə bağlı aşağı düşürsə, bizim time to fill müddətimiz artır. Bu sözsüz elədir. Yəni sözsüz deməyək, yəni ilkin məntiq bunu göstərir, GPT məntiqi. Niyə? Məni nə qədər çox adam məndən işləməkdən zövq alırsa, yeni cəlb edəcəyim insanların da sayı daha çox olacaq və demək ki, mənim vakansiyanı komplektləşdirmə müddətim daha qısa olacaq. Bu buna gətirib çıxarır. Yəni Bəli. hal-hazırda burada 6 nəfərik. Gülay sadəcə məndən məmnun deyilsə, digər 5 nəfər okeydirsə məndən işləməyə, okey, bu yaxşı nəticədir və o deməkdir ki, mən daha tez adam tapacağam. Yox, Gülay, Günel və Tahirə məndən məmnun deyilsə işləməyə, demək ki, mənim digərlərini cəlb etmək faizim daha aşağı düşəcək. Yəni Bəli. burada bir əlaqə var, amma real data olmadan bunu bildirmək ki, bunlar arasında güclü əlaqə var. Yəni doğru hesab Real eləmirəm. data bilirsiniz nəyə götürdüm mən? Bizim iş yerindən həvalələrin sayı ilə məzuniyyətlərin sayını götürdüm. Məzuniyyət sayı artdıqca həvalə sayı artır və eyni zamanda məzuniyyətdən ortalama çıxardıb o aylar üzrə real datalarla məzuniyyət günlərini çıxartdım. Ondan sonra onların ortalamasını götürüb ortalamaya nəzərən mövsümlük olub olmadığını yığdım. Məsələn, mövsümlükdirsə 1, mövsümlük deyilsə 0 və AX, CZ düsturu ilə getdim. Amma var idi korrelyasiya. Real data üzərində həvalə ilə məzuniyyət arasında korrelyasiya oldu. Bax, Günel xanım, nəinki bu, o qədər əlaqəsiz şeylər arasında asılıq görə bilərsiniz. Məsəl üçün, bir şey deyim, məzuniyyətə çıxma müddətinin 3 il ərzində bir nəfərin məzuniyyət haqqından utilizasiyası var idi, o məzuniyyətin istifadəsi nisbəti də. Onunla xəstəlik vərəqələri arasında bir əlaqə ola bilərmi? Xəstəyə vərəqə nə qədər çox çıxsa, xəstəyə vərəqələrin sayı o qədər az ola bilər. Super. Və ya işdən çıxmasına bir asılı ola bilərmi? Az məzuniyyətə çıxıb, bu adam daha çox işləyib. Onda daha çox işdən çıxmalı, daha çox ola bilər. Yes, burnout olur çünki, düzdür? Bəli. Amma bu belə deyək, ilkin analitik rəyimizdir də. Amma bunu hər sahəyə, hər şirkətə aid eləməyimiz doğru mu olar? Bəzən tamamilə əks nümunələr görəcəyik. Dedim. Onda bu korrelyasiya reqressiyanı eləmək üçün konkret bir əsas turnover işçi bağlılığı üzərində getməliyik, düzdürmü? Ancaq o yox təbii ki. Ancaq o yox. Yəni bunlar arasında sadəcə bu bariz görsənən şeylərdir də, turnover və işçi bağlılığı. Yəni yalnızca budur, bunun başqa bir yolu yoxdur. İşçi bağlılığı azalarsa turnover çoxalır deməkdir. Amma məsəl üçün o siz metriklərlə işlədikcə artıq deyəsiniz ki, görün bunun bir əlaqəsi varmı? Son elədiyimiz bir analizi deyim. Performans nəticəsi aşağı olan, performans nəticəsini adam hədəfdən aşağı yığıb. Bu adamlar 5 il ərzində, son 5 il ərzində nə qədər təlimlərə gediblər? Baxırıq, görürük ki, korrelyasiya var. Nə qədər az təlimə gedibsə, o qədər az performans nəticəsi var. Okay, super. Yəni, direkt bir əlaqəsi varmı? Yox, yəni. Niyə yox? Çünki təlimə getməyəndə Sokar timsalında göstərək də, minlərlə əməkdaş var ki, son 5 il ərzində, 3 il ərzində və ya minlərlə demək biraz absurd olar. Bizdə illaki 2 ildən bir, nə bilim, ildə bir neçə dəfə və s. adamdan adama asılı olaraq dəyişir də sahədən sahəyə. Təlimlərə gedirlər, amma təlimlərə gedənlərin hamısının performans nəticəsi yuxarı olacaqmı deyə bir şey yoxdur. Doğrudur? Amma aşağı olanlarda, aşağı olan 10 nəfər var və yuxarı olan 10 nəfər var. Deyirik ki, aşağı olan 10 nəfərin 60% təlimlərə getməyib, yuxarı olan 10 nəfərin 10% təlimlərə getməyib. Yəni, burada korrelyasiya izlədik. Bəli. Bu situasiyada. Amma həmişə belə olacaq? Yox, yəni belə bir yanaşma yoxdur. Situasiyaya görə dəyişə bilər. Onda belə bir şey deyə bilərik mənim. Əgər biz 2 dənə, məsəl üçün mənim götürdüyüm kimi EMPC ilə time to fill arasında baxıram, korrelyasiyam varsa, mən ona reqressiyanı, hər korrelyasiya olan şeyə mən reqressiyanı tətbiq edə bilərəmmi, yoxsa yox? Bilərsiniz. Bilərəm. Bilərsiniz. Tamam. Çox sağ olun. Korrelyasiya varsa o deməkdir ki, sizə belə yaşıl işıq verir ki, okey, haydi reqressiya edeyim və gələcəyə proqnozlaşdırın.
Yəni bunlar arasında bir şey var, sıxlıq var. Amma dediyimiz kimi də burada optimal variant nə idi Günel xanım? Mədvəzadə historik datası olsun. Yəni Bəli, bəli. bunun bir vərdiş halına alsın. Yəni bunun bir keçmişdə bir şey olsun da, xatirələri olsun. Yoxsa mən durum yalnızca 3 aylıq bir turnovera baxım və gələn ili proqnoz eləyim. Bu mənə doğruluğunu verməyəcək. Bəli, Az bəli. öncə Gülayın verdiyi sualla təqribi eyni olur da. Nə qədər uzun müddət, nə qədər asıllıq varsa, uzun müddətli asıllıq varsa, gələcək proqnozum o qədər etibarlı olur. Çünki datanın həcmi artır. Tamam, tamam. Çox sağ olun. Siz sağ olun. Maşallah. Yəni bayağı gözəl nəticələr çıxartmısınız ha yoldaşlar. Başqa suallar varmı arkadaşlar? Azədə xanım, Tahirə xanım, Dəyanət bəy. Sonra yekun tapşırıqda İsmi xanım bu nə sual idi deməyin ha. Okey. Təhdidimiz görəliysə. Salam axşamınız xeyir. İsmail bəy necəsiz? Sağ olun, siz necəsiz? Çox sağ olun. Siz verdiyiniz datalarla o belə deyək də, sizin etdiyiniz kimi etdim. Məndə bir hansıda sual yarandı. Bu regresiyada bu ki y bərabərdir, a vuraq x eləyirik. Bu regresiya statistikasında. Burada biz necə müəyyən edirik B, A, C-ni? O necə intercept B-dir, x məsəl üçün variable 1, bir də variable 2. A, C, o necə müəyyən olunur ki? Biz özümüz mü o müəyyən edib qoyuruq ora? O fərqi varmı orada? Onu mən başa düşmədim. Gəlin bir dənə mən şeyə baxım. Açım onu, bir dənə də üstündən sürətlə keçək. Ola bilsin oranı atlamışam, tam təsəvvür yaratmayıb sizdə. Regresiya. İçin paylaşım. Tamam. Okey. Və ya da gəlin bununla baxaq. Baxın. Biz demişdik y bərabərdir ax. Üstə gəlinsin b, bəzən də c və z də ola bilər də. Yəni bu ikinci bir dəyişən ola bilər. Gəlin hələ basic-dən başlayaq. Yəni o birisini zaten bunu tam hakim olsaq, digərinə də tam hakim olmuş olacaq. Y bərabərdir ax üstə gəlsin b ilə baxırıq. Burada dediyimiz kimi y-imiz nə idi? Aslı dəyişən, yəni personal sayımız idi. Yəni sürətlə xatırlasaq yenə. X-imiz də nə idi? X-a sərbəst dəyişən, istehsal olunan məhsul idi. Deməli, məndə burada bir dənə A qaldı və B qaldı. Gəlin, B-ni yığışdıraq hələ ki. A-nı başa düşməyim üçün B-ni yığışdıraq. Daş B deyə bir şey yoxdur. Y bərabərdir AX. Yəni deyirik ki, 6 bərabərdir 3 vurulsun 2. Yəni X-in 2 vahidi Y-də 6 təsiri hansı halda göstərir? Bunun 3-ə vurulması ilə göstərir də. Yəni deyir ki, bu 20 tonla 14 ton arasında necə bağlılıq var? Gəlin qoyaq bunu yerinə. Deyirik ki, Y burada nə idi? 14-dür. 1-ci yanvardan göstərəndə. Bərabərdir. A-nı bilmirik hələ. Vurulsun 20-yə. Tamam mı? Deməli, burada A-mız nəyə bərabər olacaq? 14 bölünsün 20-yə. Bu da haradasa 0.7 eləyəcək də. A bərabərdir 0.7-yə. Yes. Buradan tapdıq ki, A-nın məntiqi məramı nə imiş? Deyir ki, yəni, istehsal olunan məhsulun 1 ton dəyişməsi personal sayında nə qədərlik bir təsirə gətirib çıxarır?
Biz hələ ki yalnız yanvar ayına baxırıq. Amma biz reqressiya analiz edəndə keçən dəfə göstərdiyimiz kimi bu hər birisi üçün bu anı çıxardır, sonra bunları bir ortalama əmsala gətirir, yəni bir average-ini çıxardır ki 20 ton üçün 14 nəfər lazım olub, 36 tona 18 nəfər lazım olub, 42 19 və s. və ilə axır. Birində A 0.7 olur, birində 0.6 olur, birində 1 olur və s. və ilə axır. Və buradan bu nəticəni çıxardır ki, deməli bu x-in bir vahid dəyişməsi y-ə A qədər təsir göstərir. Yəni A mislində təsir göstərir. Bura qədər okeydir, devam etməliyəm. Nə demək istədiyimi tam ifadə edə bildim? Anladım, başa düşdüm. Okay, super. İndi müəllim, gəlin biraz da işi mürəkkəbləşdirək. Gətirək B-ni də salaq bura. Demişdik B nədir? Nəzərə alsaq ki, burada tonnaj hissəsi olan məhsuldur. Burada da y-imiz personal sayıdır. İndi də biraz daha əksini eləyək. Götürək x-i çıxardaq. Yəni y bərabərdir B nisbətinə baxaq. Yəni deyir x olmasa, x 0 olduğu təqdirdə biz məhsul belə istehsal eləməsək, tamamilə boş dayanmada olsaq, 0 olsaq, yenə də bizim B qədər işçiyə ehtiyacımız var. Bunu necə tapır? Necə tapır? Baxın, az öncə buradan B-ni çıxardanda A-nı 0.7 tapdı da. Baxır ki, bu A-nın həmişə 0.7 olmur. Bunlar arasında bir fərqlilik var. Deyir ki, amma A həmişə sabit dəyişməlidir. A-nın bir məntiqi məramı olmalıdır da. Deməli buna görmədiyimiz B qədər bir təsir var. Yəni istehsal olunan məhsulumuz hər nə qədər olursa olsun, mütləq B sayda əməkdaşımız olmalıdır. Yəni x-imiz 0 belə olsa, bizim personal sayımız B-yə bərabər olmalıdır. Bunu da təsvirin verdi ki, işte mühafizəçi, icraçı direktor, baş mühasib, bir dənə kadrlar üzrə mütəxəssis. İstehsal oldu və ya olmadı. Tutaq ki, dedik ki, dekabr ayında təmirə bağlanırıq. Ay bütün fəhlələr, bütün satış mütəxəssisləri, hamı boş dayanmaya, hamı gedir evə və istehsal olan məhsul 0 olacaq. Amma bunların əmrin verməyə, avadanlıqları qorumağa, onlara xidmət göstərməyə və yaxud da bu maaşları boş dayanma belə olsa maaşları verməyə bir mühasib saxlamış olacağıq. Bax, bu da o B-dir. Yəni, A ilə X hansı formada dəyişirsə dəyişsin, Y-ə olan təsiri həmişə eyni olur. Yəni, Y-ə həmişə eyni qədər təsir göstərir. Ona görə deyirik buna asıl dəyişən, buna deyirik Y-ə asıl dəyişən, yəni X-dən və A-dan, X-dən və B-dən asılıdır da bu Y. X-a deyirik sərbəst dəyişən, B-yə də deyirik sabit. Yəni, bu həmişə eyni qədər qalır orada. Və bu B-nin olması dediyimiz kimi reqressiya nəyə kömək eləyir? Deyir ki, axı mən hər dəfə bunların asılına baxanda görürəm ki, nəsə fərqli asıllıqlar çıxır da. Yəni, bu qədər sadə olsaydı, burada B olmasaydı, bunların hamısının bölgüsündən A bərabərdə 0.7 olardı. Demək ki, burada fərqli bir B var ki, yəni bir sabit var ki, A dəyişənimiz müxtəlif çıxır. Bir dəfə 0.7 çıxır, bir dəfə 0.6 çıxır, bir dəfə 0.78 çıxır. Yəni bu formada dəyişikliyə məruz qalır. Uzun sözün qısası, x-imiz nə olursa olsun, y-ə həmişə eyni qədər təsir göstərən dəyişənə də B dəyişəni demiş olacağıq. Belə. Çox mürəkkəb olsa bir daha gedə bilərik üstündən Dəyanət bəy. Yox, anladım. Mən nə deyirəm? Bu formulada var, bu data analiz də çıxardırıq. Bu burada cədvəldə biz qoyduq 1 2 AC. Bəli. Onu necə müəyyən elədik? Necə qoyduq? Onu mən başa düşdüm. O mənə çatmır o hissəsi. Amma dediyiniz o sabit dəyişən B-ni bildim işçilərlə bağlı. Əsas belə deyildi, fundamental işçilər, əsas işçiləri, dəyişən işçilər deyil. Onu mən anladım. Prosta orada o formada başa düşmədim. Niyə biz onu o formada? Gen A-nın yerini dəyişə bilərikmi? Yəni, bu sual yaranır. Yox, dəyişə bilmərik. Onu mən başa düşdüm. O da az öncə Gülayın verdiyi suala gedir də. Bizim ola bilsin ki, okey, gəlin bura ilə deyək, müəllim. Y bərabərdir AX üstə gəlinsin CZ üstə gəlinsin B. Doğrudur. İndi gedək bunun korrelyasiyasını yoxlamayaq. Zaten hakim idi korrelyasiyasına. Bunu da silək buradan. Deyir ki, dataya gələk. Data analiz eləyək. Yazığın dili qatlandı. Okey.
Gələk nəyə? Regression'a. Okey vuraq. Mənə deyir ki, y dəyişənini göstər. Yəni asıl dəyişəni göstər. Bilirəm ki, personal sayı. Deyir, okey, x-ları göstər. Bax, bu x-lar olaraq verir. Çünki x və y olaraq baxır məsələyə, yəni üçüncü elementi əlavə eləmir. Fikir verdinizsə, həm D, həm də Y sütunlarını seçmiş oldum. Yəni bu hər ikisinin əslində x kimi baxır. Hara çap eləyim? Deyirəm ki, bura çap elə. Okey. İndi bir dənə baxın müəllim, bu nə verir? X variable 1 bu seçdiyim hissədə birinci sütunu göstərir. Hansı hissəni seçdimsə, oradakı birincini göstərir. Və variable 2, bu da ikinci sütunu göstərir. Okeymi? Çünki fikir versəz, bunların arasında bir dəyişkənlik var, yəni. Bu 0.3-dür, bu 7.76-dır. Yəni mən mövsümlüyü götürüb 0.3-dən, istəsə onunla məhsulun həcmin 7.76-dan göstərsəm, aləm dəyəcək bir-birinə. Tamamilə məntiqsiz bir şey olmuş olacaq. Niyə? Bu koeffisiyenti çıxartmaq üçün, 0.38-i çıxartmaq üçün az öncə verdiyimiz nümunə var idi burada. 20-ni bölür, 14-ü bölür 20-yə, 18-i bölür 36-ya, 19-u bölür 43-ə, yəni ümumi desək də belə üstdən geçsək. Ona görə deyirik ki, bax, birinci dəyişəni əmsalını, koeffisiyent də burada yazmışaq koeffisiyent. Koeffisiyentini x variable 1 olaraq götürürük, çünki bunu birinci seçmişdim. İkinci dəyişəni isə c olaraq götürürəm, çünki bu mənim z dəyişənimin, yəni ikinci sərbəst dəyişənimin əmsalı idi. Onu da koeffisiyentini buradan götürürəm. İzah edə bildimmi müəllim? Biraz çatdı. Tam yox. Bir dənə də gedə bilərik üstündən. Baxın, mövzu asan mövzu deyil. Yəni burada sualların olması qədər də təbii bir şey yoxdur. Və niyə asan mövzu deyil? Bilirsiniz Dəyanət bəy? Çünki biz iş əsnasında hamımız Excel istifadə eləmişik. Amma sizə əmin edirəm ki, %99'umuz bəlkə də heç orada elə bir funksiyanın olduğundan məlumatımız yox idi. Ona görə Yox, tam doğal şeylər. Etməmiş heç mi? Tam doğal şeylərdir. Baxın, Excel hansı məntiqlə işləyir? Mən hər şey bir qırağa, sadəcə bir dənə bu tərəfi izləyin, xahiş edirəm. Okey. O başladı birinci D2 xanasından etibarən, yəni burada row column olaraq verir və yaxud da mən sizə desəm ki, hal-hazırda hansı hissəni seçmişəm? Deyərsiniz ki, D2-dən Y22-yə qədər olan hissəni seçmişəm. Doğrudur. Excel əməliyyata sütun baxır. Deyir ki, mən birinci burayla işimi görərəm, sonra keçərəm burayla işimi görərəm. Burada da əslində sizə hard haqq verirəm. Bu funksiyada, biz az öncə elədiyimiz funksiyada, gəlin bunu silək. Bu regresiya funksiyasında bizə desəydi ki, y-i seç, biz y-i seçdik. Sonra desəydi ki, x-i seç, sonra desəydi ki, z-i seç, fərz edin. Bu daha rahat, daha anlaşılan ola bilərdi. Amma Excel biraz daha sadəliyə gedir də. Deyir ki, mən zaten sənə x-i seç deyəndə, sən baxın, D2-dən, az öncə sizə dediyim kimi də, Y22-yə qədər seçmişsən. Yəni, buradan, bura qədər olan hissəni seçmişsən. Deməli, mən birinci D sütununun bağlılığına baxacağım. Sonra E sütununun bağlılığına baxacağım. Çünki Excel'ın düşünmə məntiqi sütunlar üzrə gedir. Yəni, belə-belə sayır. Lookup'ı falan xatırlayın. Neyinir? Sütunlar üzrə baxır məsələlərə, düzdür? Və bu məntiqdən də, mən bura deyil, yalnız D-ni, Y-ni, 10 dənə də sərbəst dəyişən qoysam, o hər bir sütunun koeffisiyentini çıxardıb mənə deyəcək. Amma sizin üçün daha belə bariz, rahat olması üçün bunu düşünün ki, burada X range-in yerinə bir dənə var, input Z range tutaq ki. Okeymi? Onda yalnız deyəcəydiniz ki, X budur. İşte burada Z range olacaqdı. Orada bunu seçəcəydiniz. Niyə bunu belə göstərir? Biraz daha belə şey desək. Bu normalda belə deyil müəllim. Baxın. AX1 CX2. Əslində bizə riyaziyyatda öyrənilən düstur belə idi. Yəni o vaxt vaxtlarımızda, məktəb vaxtlarımızda. Bu daha tanış gəldi, müəllim bu düstur.
x1, x2 hər ikisi fərqli dəyişən deməkdir də. Yəni bunun birini x, o birisini z ilə əvəz eləməyimiz arasında heç bir fərq yoxdur. Mən bir sual verə bilərəm, bəlkə bilməm düzgün anlamışam yoxsa yox. Tabii. Biz ki bu x və z veririk, düzdürmü? İki Hı. dənə dəyişən veririk. Korrelyasiya ölçəndə əvvəl y-imizi təyin edirik. Y-lə hansının arasında korrelyasiya güclüdürsə, onu biz x götürək. Hansının da daha zəifdirsə, onu z götürək. Çünki mən bildiyim qədərilə burada bizim y asıllığımızla onun arasında z götürdüyümüzdə bir dənə korrelyasiyaya baxa bilərik, zəhmət olmasa. Baxın, başa düşdüm Və nə edirsən. cədvəlimizdə y-imiz olsun personal sayı. Y-imiz zaten odur. Yox, nə deyirəm müəllim? Korrelyasiya düsturunu qoyun, zəhmət olmasa. Array'in birincisini seçin personal sayı, ikincisini seçin mövsümlük. Bir dənə mövsümlük ilə bunun arasındakına baxmaq istəyirəm ona görə. Korrelyasiyaya baxmaq istəyirsiniz. Bəli, bəli, müəllim. Dediyimiz kimi belə bir şey belə bir zorundalığı yoxdur şeyin. Hamısı ilə mütləq bağlılığı olması. Çünki mövsümünü biz Tamam. ekstra əlavə eləmişdik, amma yenə də baxaq. İndi sizin sualınıza belə daha rahat izah eləmək üçün fərqli bir variant seçəcəm. Vergüllə ayırsın. Tamam. Bu da belə olsun. Sən bir mötəzənin içində bərabər nə müəllim? Hı-hı. Okay. No, ki bunda da var da şeydə, o digər qədər olmazsa bunda da var. Hə, 73% var. Baxın, biraz daha şeyə gedək, basic-a keçsək. Az öncə nə deyirdik? Xatirinizədir bunun əvvəlki video belə idi də, mövsümlük sonra gəlirdi. Buradan başlayırdıq seçməyə. Birinci seçirdik tonajı, sonra mövsümlüyü seçirdik. Yes. İndi gəlin birinci mövsümlüyü seçək. X1 olaraq. İkinci X2 olaraq istəsə olan məhsul seçək və ya əvvəlki qaydamızdan desək, bu olur bizim X-imiz, bu olur nə? Düsturda nə yazmışdıq? Siz ediniz. Yes, super. İndi gəlin həmin şeyi eləyək yəni. Nəticə, yəni çox bir mahiyyət fərqinə gətirib çıxarmayacaq. Deyir ki, Y-i seç, Y-i seçdim. Deyir ki, X-i seç, bu dəfə belə seçirəm. Yəni, birinci mövsümlüyü seçirəm. OK vururam, gəldi düşdü bura. Kapsete dəyişən bir şey varmı? Yox. Sadəcə indi nə oldu? İndi X variable 1 olaraq mövsümlüyü görür. Çünki birinci bundan başlamışdım. Yes. Variable 2 olaraq da bunu görür. İstəsə olan məhsulu 0.38, 7.76. Burada sadəcə Excel'in məntiqi gedir də, yuxarıdan aşağı və yaxud da sağdan sola. Sütun sayır. Excel-in işləmə məntiqi yuxarıdan aşağıdır. %90% Excel belə işləyir. Yəni o X1 olaraq bunu gördü, birinci sütunu gördü, X2 olaraq bunu gördü. Yəni burada nəticədə dəyişən heç bir şey olmayacaq. Yəni bax, koeffisientləri yadda saxlayın. Intercept 4.46. Tamam mı? Hətta bunu gəlin kopyalayaq, ataq bu tərəfə. Bunların hamısını silək geçsin. İndi bunun biraz yerini dəyişək. Burada bizə mane olmasın. Gəlsin bura. Mövsümlü götürək. Yenə əvvəlki yerinə qaytaraq. X-ə zədədə girməyək. Deyirəm ki, mənə regresiya ver. Range'in personal sayıdır. Mənə bunu tapmaq lazımdır. X-ım da birinci istəsə olunan məhsul, daha sonra mövsümlük. Sonra deyirəm input range gətir bura. OK vurum. Tamam.
Ups, o birisinin üzərinə düşdü. Nəysə, bu olsun elə. Bayaqları yəni o birisinin üzərinə düşdü, sorry. 0.38 594. Baxın burada x variable 1-dir də. Burada 2 idi. Yerlərini dəyişmişəm. 0.38 594. Yəni demək olar ki 94 dediyimiz indi burada qısaldılıb da şey. Eyni rəqəmdirmi? Eynidir, bəli. Eynidir. Yəni dəyişən heç nə olmayacaq. X1 ilə X2-nin yerini dəyişəndə düstur üçün heç bir fərqi yoxdur. Və ya bunu biraz şeylə deyək, biraz daha belə deyim də riyazi səpkidən baxanda deyirəm ki y bərabərdir 3 vurulsun 2 üstə gəlinsin 5 vurulsun 4 üstə gəlinsin 8. Tamam mı? Bunun nəticəsi nə olacaq arkadaşlar? Yəni altdan da şeyin yazın, bunun kodlaşdırılmış versiyasını yazın. A x üstə gəlinsin C Z üstə gəlinsin B-yə. Bundan eynilik təşkil edir də 3A-dır, 2X-dir, 5C-dir, 4Z-dir, 8B-dir. İndi deyirəm ki, bunların yerini dəyişim, belə eləyim. Bu nisbətdə, bax bu düsturda. Yerini dəyişirəm, belə eləyirəm. Y bərabərdir 5 vurulsun 4, üstə gəlinsin 3 vurulsun 2, üstə gəlinsin 8. Dəyişən nəsə olacaq mı nəticədə? Xeyr. Heç nə olmayacaq. Çünki toplananların yerini dəyişdikdə cəm dəyişmir. Yes? Yəni x-imizi x1 və ya x2 hansı olmasından asılı olmayaraq arkadaşlar, biz nə qədər seçsək, ola bilsin ki, burada korrelativ olaraq indi lap bunları da qoyaq qırağa. Bax, x1, x2, x3 və bu tipdən davam eləsək də, yəni nə bilim 10-15 dənə düşsək bura sərbəst dəyişənləri. Arkadaşlar, biz bunu da belə seçsək, dəyişənlər olaraq, sərbəst dəyişənlər olaraq, o yenə x1 ilə y münasibətinə baxacaq, x2 ilə y münasibətinə baxacaq, x3 ilə y münasibətinə, hamısına ayrı-ayrı da baxıb sonra bizə nəticə verəcək. Tamamdır. Daha aydın olur yoldaşlar. Verilən suallarınız varsa xahiş edirəm, amma dediyimiz kimi şey deyil. Asan məsələlər, asan deməyək, asandır. Niyə asan olacaq sizin üçün? Çünki 3-4 və tətbiqdən sonra 2/2 olacaq. Amma vərdiş elədiyimiz şeylər deyildiyinə belə sualların çıxması çox doğaldır yəni. Və mənə də əksinə həzz verir ki, bu qədər dərindən analiz eləmək istəyirsiniz məsələni. Okay. Mən sizdən nəyə baxacaqdım? Reporting-ə. Yoldaşlar, metriklərlə bağlı əgər təkrar baxan olubsa və ya başqa ildə də keçdiyimiz nüanslarla bağlı hər hansı sualları olan varsa, xahiş edirəm bildirin və ya çətinliyiniz varsa deyin. Yenidən qayıtmaq zərurəti varsa onlara keçək. Bizim sona artıq 3 dərsimiz qalıb və biz artıq reporting hissəsinə odaqlanmaq istəyirik. İnşallah bu gün haqqında bəhs eləyəcəyik. Deməli, nədən? Excel-ın reportingindən bəhs eləyəcəyik. Biraz daha dinamik hesabatların qurulması və s. və ilaxır. Bundan sonra artıq biraz vaxtımız olsa PowerPoint-da daha çox zəruri məqamlara baxarıq. Bundan sonra bir dərsdə, növbəti dərsdə yəni sizin reporting təqdimatlarınız olacaq. Ondan sonra da ümumiləşdirmə və yekunlaşdırma hissəmiz olacaq. Belə, varsa suallarınız xahiş edirəm bildirin. Yoxdursa mən davam edim, amma davam edim də fasilədə bir şey qalmadı. Yadınızdadır arkadaşlar, şey hazırlamışdınız, metriklər analiz eləmişdiniz. Kimin əl altı bir yerdədir, onun üzərində dashboard düzəldə bilərik. Demografik falan nəsə hazırlayan var idi aramızda. Bəli, məndə var. Azadə.
Biraz Bəli, daha biraz daha təkmil, biraz daha belə xarizmatik bir şeylər hazırlaya bilərik bir yerdə. hazırlaya bilərik. Bir ayda işləmişdin? Bəli. Bir ayda işləmişdin? Sən xatirində Yox, mən Excel-də eləyirəm dashboardları, bir ayda yox. Bir ayı Tamam. bilmirəm yəni, öyrənməmişəm hələ ki. Okey, çox bir şey itirməmisən. O zaman sənin dashboardun üzərindən işləyərik. Gəlin istəyirsiniz bir 10 dəqiqəlik fasilə verək ki, arası bölünməsin. Ondan sonra elə sən dashboardunu ya istəyirsən mənə göndər. Sənin dashboardu, yəni hazır işləmiş dashboardu biraz daha gözəlləşdirək də uzun sözün qısası. Tamam, yaxşı, oldu. Tamamdır. O zaman arkadaşlar 20:50-də görüşək inşallah.
Okey, yoldaşlar davam edək. Azətə göndərdiniz mənə. Azadə. Bircə saniyə göndərirəm, bircə saniyə. Gmail atsanız vəbşə super olar. Aha, onda Gmail-ə mən sizə göndərirəm. Gmailiniz var məndə. Super. Göndərdim sizə. Səsim bağlıdır, mən də yarım saat danışıram. Ay Azadə, dashboardların yoxdur bəs burada. Ancaq datalar gəlib. Onların dashboardunu qurmamışdım axı. Tamam, okey, yaxşı. Okey, arkadaşlar, gəlin o zaman hazır ilə əvvəllər sizə təqdim elədiyim Azadəni də təmizlədiyi fayllar üzərindən baxaq. Okey. Belə bir databazamız var. İndi bu hissələri hələ ki görməzdən gələk. Bunlar bizim icra hissələrimizdir. Altında bir şey yoxdur görəsən? Yox. Tamam. Deməli, biz hər hansı bir ola bilsin demoqrafik, ola bilsin işte təsviri ya da analitik bir reportinglə məşğul olacaqsa, bizim yoldaşlar belə bir məlumat bazamız var. Bunu işte ola bilsin bizim ERP-dən götürmüşük və yaxud da hər hansı bir manual olaraq hazırlanan bir sənəddir və s. və ilaxır. Sonuçta belə bir siyahımız var. Öncəliyimiz nə olur? Öncəliyimiz bizim hal-hazırda bu siyahının yekun olub olmadığını nəzarət eləməkdir. Yəni baxaq ki, hər hansı bir əskik məlumat yoxdur. Bunun üçün də məsələ nə edə bilərik? Məsələ, artıq işdən çıxan işçilər varsa, bunlar bizə lazım deyil, hörmətli həmkarlar. Yəni demoqrafik hesabat deyiriksə, ümumiyyətlə reporting deyiriksə, biz aktiv personal üzərindən gedirik. Yəni elə bir hallar ola bilər, əvvəlki dövrün personal sayı da sizə lazım olsun və ya da siyasət sizə lazım olsun, amma cari hal-hazırda verdiyimiz nümunə üzərindən lazım deyil. Nə edirik? Xatirinizə bir şey demişdik sizə, bu arada ekranım görsənir, yes. Bir şey demişdik sizə, ilkin eləyəcəyimiz əməliyyat nə idi? Bax, qabağımda təmizlənmiş bir data var və ya mənə hazır formada gəlmiş bir data var. Nə edirəm arkadaşlar? Reportingə başlamamışdan qabaq. Birinci yeni birini düzəldirik, kopyalayırıq müəllim. Ondan sonra
baza qalır. Yəni öncəki baza qalmalıdır. Super. Demək ki, az öncə mənim etdiyim işlemçi var idi burada. Yəni deməlisiniz ki, İsmail xan, bir dəqiqə, mənim bazamı niyə dəyişdirirsən? Bunu atırıq bura. Bu olur mənim 0 datam. Bu olur mənim, okey də tam. Bu olur mənim 1 datam. Yəni 0 datam, Allah Allah. 0 datam necə qəbul eləmişim sənədi, o formada saxlayıram. Bax, xam data ola bilər, işlənməmiş data ola bilər və s. və ilaxır. İkinci də mənim işləyəcəyim datadır. Yəni mənə lazım olmayan yerləri siləcəm və ya işte bəzi artıq hər hansı informasiya olub, onları düzəldəcəm və yaxud da hər hansı bir funksiya tətbiq edəcəm. O mənim bu datamdır. Faktiki halda demək burada aktivdən başqa bir fikir yoxdursa, bu sütun da mənə lazım deyil. İşə qəbul tarixi qalsın lazım ola bilər, əmək haqqı okey və s. və ilaxır. Tamam, bunlar yerindədir. Bunu da biraz da təmizlədim, yəni özümə lazım olan tərzdə. İndi növbəti eləyəcəyim işləm nədir? Burada bir workplace deyə bir hissə yaradıram. Bir dənə də kopyalamam doğru deyil. Bunun yerinə gəlin yenisini yaradaq. Bu olsun mənim workplace'im. Bu olsun mənim dashboardum. Arkadaşlar, mənim yekun məhsulum burada hazırladığım qrafiklər, burada hazırladığım hər hansı bir analitik rəylərim varsa, onlar və s. və ilaxır olacaq. Workplace isə mənim daha çox bu pivotlarımın yer aldığı, daha çox qrafiklərimin, düsturlarımın yer aldığı hissə olacaq. Dashboardda düstur olmaz. Dashboard hazırdır. Və biz bugün dinamik dashboard işləyəcəyik. Yəni, yalnız rəqəmləri götürüm, olduğu kimi qoyum deyə bir şey işləməyəcək. Yəni, bir qədər daha işimizə yarayan, daha dinamik, daha bir data təmizləndikcə, dataya əlavələr olduqca dashboardda da əks olunan bir forma hazırlaya biləcəyik. Workspace bizə niyə lazımdır? Bu bizim işin mətbəxidir. Burada bir qədər özümüz üçün anlaşıqlı ola biləcək, amma maksimum faydalı olan odur ki, hamı üçün anlaşıqlı olsun. Hər hansı qeydləri yazacağıq və ya işte qrafiklərin o backgroundu dediyimiz o, belə deyim də, source-u burada yer alacaq, funksiyaları burada yer alacaq. Bu isə bizim ana təmizlənmiş datamızdır. Okey. Gəlin ilkin olaraq başlayaq nədən? Bizə lazımdır kişi və qadın sayları. Tamam mı? Bunu ya istəyirsinizsə pivotla eləyin. Gəlin bir dənə də pivot bölməsi açaq. Nə deyirik? Deyirik ki, olsun burada. Bu arada pivot bölməsinin özü də, yoldaşlar, sizin workspace-iniz ola bilər. Götürək cins açarın, row-ya atdıq. Pivotla işləməyən olubmu aranızda? İlk dəfə baxacağım. Mən işləməmişəm, mən keçən dəfə sizlə bir yerdə elədik elə cədvəl üzərinə. Hə, tamam, super. Bir də bu option'un neydi bu? Öğrenci platformasında olan düsturlar da vardı. Oradan da baxa bilərsiniz təbii ki. Amma yenə də üstdən gedək. Row hissəsi bizə deyirdi ki, sətirlər üzrə hansı məlumatların əks olunmasını istəyirsən? Dedim ki, cins. O da cinsin avtomatik olaraq altına baxdı ki, burada ümumiyyətlə hansı məlumatlar var? Kişi, qadın. Tamam. Deyir ki, nəyini istəyirsən? Deyirəm ki, value, sayını istəyirəm. Tamam. Yenə götürüm cinsi atım bura. Yəni, burada neçə dəfə kişi təkrarlanır, neçə dəfə qadın təkrarlanır, onu vermiş oldu. Nəyə əsasən yoldaşlar? Bu cədvələ əsasən. Baxırıq ümumi sayımıza, görürük ki, 273-dür. Sonra baxırıq pivotumuza, görürük 273-dür. Deməli, doğru yerdəyik. Tamam. Bu olsun bizim belə deyim, bir işləmimiz, bir əməliyyatımız. Kişi və qadını tapdıq. Hələ ki, bu bizim workspace-imizdir. Gəlin elə workspace yazaq. Workspace 2 və ya workspace pivot yaza bilərik. Bunları sonradan hide eləyəcəyimiz üçün bunları necə istəyirsə adlandıra bilərik. Yəni, önəmli olan nədir? İşimiz geçsin. Cinsə görə tərkibini tapdıq. Bildik ki, 237 kişi var, 36 dənə də qadın var. Okey, bu bizə kifayət edirmi? Yox.
Bizə maraqlı ola bilər alternativləri də tapmaq. İşte tutaq ki, yaş araqlarına görə tapa bilərik. Cinsi ataq yuxarı. Yaş araqlarına görə sayını tapa bilərik və s. və ilaxır. Yəni pivotla bunları daha rahat tapmaq olur, amma pivot işin bir qədər yarı dinamik versiyasıdır. Niyə? Çünki həmişə datanı refresh eləməyə ehtiyacı duyuruq. Ona görə də pivotu askıya alıb keçirik funksiyalarını işləməyə. Funksiyalarda arkadaşlar biz şərt funksiyalarını işləyəcəyik. Bunlar işte count if, average if, sum if və ya ifs olacaq. Onlarla işləyəcəyik. Yəni əsasən bu üç işləmlə işləyəcəyik. Deməli nə edirik? İndi aranızda bilənlər varsa mənə kömək eləsin. Yazıram ki, cins bölgüsü. Cins bölgüsü. Və nə edirəm? Bilirəm ki, cins bölgüsü ya kişidir, ya qadındır. Okeymi? Kim kömək eləyər? Mən bu hissədən kişi və qadınları necə sahib götürə bilərəm? Nə təklif edirsiniz? Yes, Günel. Count if-lə verə bilərik deməli. Verək. Count If. Range gedib seçəcəyik kişi, qadın range-ni digər səhifədən. Cinsi seçdik, doğru. Və sütunu seçdik, bütövlüklə sütunu. Bəli, bəli. Niyə sütunu seçirik? Çünki bizim konkret bir hissəni seçsək, sabah əlavələr eləsək onu görməyəcək funksiyamız, doğrudur? Bəli. Qayıtdıq workspace-imizə. Necə? Bir minut. Gəlin biri seçək, daha aydın olsun. Cinsi seçdik, okey. Sonra gəldik kriteriyamıza. Kriteriya nə olsun? Kişi yazaq da birinci kişini sayacaq. Çünki dırnaq içində kişini yəni belə seçmək olur. Kişini yazmağın yerinə burada yazdığımız ki, artıq başları özümüz qoyduq ha. Burada kişini yazmağımız da kifayətdir. Yəni işarətləyimiz daha doğrusu. Bax kriteriyanı B3 olaraq. Ananı seçməyimiz də məntiqlidir ki, dəyişdirəndə daha etibarlıdır belə deyək də. Bəli. Yes. Okey vurduq. Gətirdi ki 237 dənə. Həqiqətən də elə idi. Pivota bir dənə baxsaydıq az öncə nə vermişdi? 237. Sonra gəldik. Onu da belə eləyək, amma bu da məsləhət deyil, onu da göstərərəm sizə. Sonra gəldik, eyni üsulla qadını tapaq və ya başqa hansı üsulla eləyə bilərik? Yenidən count if eləməsək. yuxarıdakı xananı sürüşdürə bilərik, yəni funksiyanın sürüşməsi üçün. No, yəni count if-i bildik, sadəcə fərqli olsun nəyə deyək. Hə, say olaraq. Aha, bizə sayı lazımdır da. Ümumi sayı bilirik, doğru? Ümumi sayı bilirik və bilirik ki, cins tərkibində ya kişidir, ya qadın. Ümumi saydan çıxaraq tapa bilərik kişi sayını. Gəlin indi deyək ki, ümumi sayı necə görəcək? Count A. ayla. Okey. Count ayla deyirik ki, get bu hissədəki bütün elementləri say. Doğru. Okey verdik. 274 verir. Niyə birini artıq verdi? Çünki cinsi də götürdü, başlığı da. Süpersiz. Deməli nə edirik? Çıx 1. Yes. Bir də çıx nə? Çıx o xanadakı cavabımız. Süpersiz. Bu da elədi 36. Cəmi 273. Sayımız verirmi? Verir. Hər ehtimala analitik nə edir? Deyir ki, mən bir dənə bura hər ehtimala cəmi atım. Gözümün qabağında olsun yəni. Nə olur, nə olmaz. Biz artıq cins tərkibinə görə datamızı formalaşdırdıq. Bildik ki, bizim kişi və qadınların sayı necədir? Hal-hazırda elədiyimiz dinamik dashboardun workspace-ini işləyirik. Hələ ki, heç qrafiklərə keçməmişik. Okey, sonra nəyi verə bilərik? Baxaq qrafikimizə. Yaş araqlarını verə bilərik. Verərik müəllim, təhsili verə bilərik, Okay. kateqoriyanı verə bilərik. Super. Kateqoriyaya baxaq. Fəhlə qulluqçu. Bu biraz təkrar olmuş olacaq. 35 yaşa dək, 35-50, 50 üzəri. Gərək workspace-imizə kopyalayaq bunu. Buraları bizə lazım deyil. 35 yaşa dək
Manual yazıram, eyni zamanda şeyə baxıram. Buradakı yazılışına, sonra 35, 50 və 50 üzəri. Kopyalayıb da atsaq, eyni işləmi vermiş olacaq yəni. Bizim dashboardda manual müdaxilə etdiyimiz tək yer bu başlıqları seçməyimiz olacaq. Yəni bir növ pivotun işini görürük də. Sadəcə daha etibarlı olması üçün özümüz eləyirik. Niyə? Pivota əlavə olaraq refresh eləməyə ehtiyacımız olur. İndi 35 yaşadakı da eyni işləm əslində countla saya bilərik. Bir count if verərik. Deyərik range get. Buradan yaş aralığını seç. Deyəcək tamam. Nəyə baxın? Deyirəm 35 yaşadakı. Tamam mı? Okey. İndi buradan da sabitləməyə gedə bilərik. Sabitləməyə necə eləyək? Ki artıq funksiyanı təkrar yazmayın. Hə? F4-ü basarıq, müəllim dollar işarəsi gələr. Hansı nəyə lazımdır? Range'imizə lazımdır, doğru? Bəli, bəli. Bunun dəyişməsini istəyirik. Deyirik aşağı çəkdikcə bu dəyişsin. Bəli, ona görə ona qoyacağıq biz F-ləri. Tamam. Yəni F-ləri ümumiyyətlə bir şeydə interval varsa o sabitlənməlidir. Normalda qəbul olunmuş şey budur da. Sabitlədik və aşağı doğru dartdıq. Gördük ki, buradan 35-50-ni götürdü, buradan da 50 üzərini götürdü. Sayımız 273 verir. Bəli, hər ehtimala bir dənə də samlayırıq, yoxlayırıq, okeydir. Tamamdır. Tamam. Cins bölgüsünü də bildik. Sonra baxaq burada nə var? Nə var? Baxaq, departamentlərə görə verə bilərikmi? Verə bilərik. Audit, əməliyyat, insan. Bu da biraz təkrar olmuş olacaq. Ona görə gəlin tutaq ki, orta əmək haqqını verək, amma departamentlərə görə verək. Biraz işi mürəkkəbləşdirək. Bunu kim kömək eləyəcək, arkadaşlar? Yazaq. Departamentlərə görə orta əmək haqqı. Nə düşünürsünüz? Necə eləyəcəyik? Average if-lə verə bilərik bunu. Verək. Average if-lə verək. Nə verir? Deyir, range-ini ver. Gəldim bura. Nə range verirəm? Burada kriteriyanın rəngini verməliyik. Birinci range. Departamentə görə veririksə, aha. Tamam. Sonra departamentin adı. İkinci. Bunu doğru yerdən mi qururuq? Yox. Birinci nə edək? Gəlin sərgəli olması üçün birinci struktur adlarını götürək. Yes. Maliyyə, logistika, əməliyyat. Baxırıq bizim nəyimiz qaldı? İnsan resursları. Sonra nə qaldı? İndi bunu manual edirik, amma pivotla da çıxarda bilərsiniz də, yəni. İşte bir dənə pivot da açaq buradan. Desəm ki, mənə departamentləri ver. Bu formada verəcək. Buradan da kopya ata bilərik. Sadəcə indi səhifələrimiz az olsun deyənə biraz tənbəllik edirik əslində. Okey. Departament adlarım gəldi bura və bilirəm ki, unique-dir çünki pivotdan gəldi. Pivotda silim artıq, mənə lazım deyil. Deyirəm ki, mənə buradan indi az öncəki düsturu yenidən quraq. Average, if quraq. Aha. Departament olan sütun. Yəni kriteriyanın yer aldığı sütunu seçirəm. Sonra deyir mənə kriteriyanı göstər. Deyirəm ki, kriteriyan buradadır zaten. Bu aralıq kimi də əmək haqqını, yəni average range aralıq, əmək haqqı sütunu olacaq. Tamam. Yəni nəyə görə tapırıqsa. Yes. Doğrudur. Əmək haqqı. M sütunu seçdik. Okey, vuraq. Və demişdik, belə olsa kifayətdir. Yəni vergüldən sonra təklif və onluq olsa kifayətdir. İndi Azayda idi, kimdən danışırdım? Bəli. Bir dənə sabitləməni də burada eləyək. Nə görəcəyik? Az öncə nə demişdik? İnterval varsa Aha, ona görə departament olan sütunu sabitləyirik. next. Next bizdə digərini sabitləməyə ehtiyac yoxdur. Bir də əmək haqqı aralığımızı da sabitləməliyik ki, sürüşmə olmasın. Super. Aşağı doğru dartaq. Hamısını verdi. Bir dənə də analitik xəstəliyi deyim sizə. Audit və hüquq 2459.
Okeymi? Nə edirsiniz, bilirsiniz? Aşağıda baxmağa. Yes. Hər ehtimala. Nə olur, nə olmaz. 24-59. Okeysə okey. Tamam mı? Biri mütləq yoxlayın. Çünki o bu şey oxşuyur bəzən o köhnə kişilər ki, İqzalı hesablayıb sonra kalkulyator tərəzindən baxırdılar. Amma mühasiblər. Amma ən etibarlısı sanki budur, yəni. Onu biraz real eləyək, daha böyük görsənsin. Okey. Daha aktos eləyək, daha şirin görsənsin. Tamam, bunları da bilmiş olduq. Bunların qabağında bir dənə də monetar bir şey əlavə eləyək. Qrafikimizə də əks olunsun. Baxırıq ki, kəsrlər çox bir mahiyyət rol oynamır bizə. Bunu belə də saxlaya bilərik. Yəni, heç bir təsiri olmaz bizim chartımıza. Sonra baxaq, başqa nə çıxarda bilərik? Bir analitik gözü ilə baxın. Yaş ortalamasını da edə bilərik. Ümumi, məsəl üçün. Eləyək. Bura nə idi? Yaş intervalları. Gəlin bir dənə bura ataq. Yaş ortalaması. Okey. Necə hesablayaq? Yenə average-ə baş vuraq. Aha, bəli. Ümumi sütun. Yes. Okey, vuraq. Dedi. 45.1 yaşı var imiş komandamızın. Sonra yoldaşlar, başqa nə çıxarda bilirik? Bir müştəri gözü ilə baxaq. Yəni, illaki nələrsə var. İşə qəbul tarixindən çıxarda bilərik, işləmə müddətini. Super. Super. Yəni, artıq əlavə işləmlər görə bilərik bir də. Stajını çıxarda bilərikmi? Düsturdan çıxarda bilərik, datetivdən çıxarda bilərik. Okey. Və ya daha sadə desək, datetivdən də eləmək olar. Yəni, əgər staj il baxırıqsa. Amma il, ay və gün olaraq çıxardaq. Eləmisiz heç elə staj. İl və ay. 15 il, 8 ay, 9 gün. Eləyək. Düsturla, mən də düstur qoyaraq da. Yes, düsturla. Date nə deyirsən onu? Mən bunu şeylə eləyirəm mənim. Manual Date. olaraq elədiyimə görə. Manual eləmək nə edirsiniz? Manual, Çıxırsınız. yəni özüm hesablayıram belə. Niyə zülm çəkirsiniz? Sənət müəllim, Edit funksiyasını edirik də onu. Edit? Edit. edit. Gəlin bir dənə belə bir şey deyim sizə. Bu dated if-i bilirsiniz yəqin ki. Dated if nə istəyirdi bizdən? Birinci Başlanğıc data və Yes. son data. Başlanğıc today. Yox, today işə yox, qəbul başlanğıc tarixi. qəbul tarixi. qəbul tarixini istəyir. Sonra Aha, da sonra bugünkü tarix today qoyuruq. today qoyuruq, tamam mı? Bu bizə Aha. nəyi verirdi? Bu bizə Burada əgər qoyulmaq lazımdır ki, yəni belə ili çıxardır, yoxsa nəyi çıxardırıq Tamam. buradan ayı. Buradan onu çıxarda biliriksə əgər, yəni M-i tutaq ki, ili çıxardana nə edirdik? Y yazacaq. Yey. Tamam. Dırnaqda ye. Dırnaqda Y. Okay. Bunu da bir dənə general eləyək. Where is general? Okay. Bu nə göstərəcək? Deyir ki, 3 ildir, doğrudur? Bu mənə bunu verirsə, bir dənə belə bir birləşdirmə funksiyasından istifadə eləyək. Yanına il yazıb belə. Eləyə bilərikmi? Eləyə bilərik. Canını da alarıq, hə? Yazaq il. Sonra bir dənə də bu birləşdir funksiyasından istifadə eləyək. Ataq yanına. Yenə bu funksiyanı quraq. Bu dəfə ayla yəqin qurarıq. Möhtəşəmsiz. Bu dəfə yazırıq M-yə. M-yə, hə. Okay. Sonra yenə bu birləşdir işarəsini qoyaq. Bunu da ataq bununla. Ay yanında. Ay yazaq. Okay. Amma burada nə edək? Deməli, il
boşluq, Boşluqlar. ay, boşluq. Sonra bir dənə də birləşdir işarəsi qoyaq. Yəni bunu götürək, ataq bura. Neyniyək? L2 today, M-Y-dən sonra DM. nə? MD. M-D yoxsa DM idi? MD değil mi? Bunda onda da YM Ne olmalı değil. M olmalıydı böyle böyle orada. Okay. Burada da olur gün. Hı hı. Bunun artıq sonraki boşluğuna ehtiyac yoxdur. Nə verdi bizə? 3 il, 2 ay, 24 gün. Geçək də şirin funksiyadır. İşimizi görər. Bəli. Okay. Aşağı doğru dartsaq, hər ehtimala yenə o içimizdəki analitik bizə imkan vermir yaşamağa. 24-ün fərz eləyək, götürək dekabrından ki, yaxın tarix olsun. Baxırıq ki, dekabrın həqiqətən 4 ay keçib və bir neçə də gün keçib. Yəni dekabrın gündən asılı olaraq dəyişir də. 4 ay 12 gün. Okey. Demək ki, doğru verir funksiya. Nə etmiş olduq arkadaşlar? Dated if-i bilirdik zaten. L2 başlanğıc tarixi, today, son tarix, yəni bu gün. Bunu ona görə bu gündən qururuq ki, axı biz demişdik dinamik istəyirik şeyi. Dinamik istəyirik. Siz deyin. Dashboardumuz. Hə, dashboardumuzu dinamik görmək. Sabah da açanda, sabah üçün today artıq 23 aprel olacaq. Yəni bunu eyni görmüş oluruq. Year-ı təmsil eləyir, ili göstərmiş oldu bizə. Sonra bu birləşdir işarəsi bizim köməyimizə gəldi. Belə bir fraza yazdıq. Boşluq, il, boşluq. Sonra yenə birləşdirdik. Tamam mı? Yenə dative qurduq. Yenə eyni işləmlər. Bu dəfə year month, yəni ayın, ilin ayı yazdıq. Sonra yenə birləşdir ay sözü yazdıq. Bir dəfə də birləşdirdik. Sonuncu dəfə, bu dəfə də MD, yəni month day, yəni ayın günü olaraq yazdıq və sonunda da birləşdir və gün sözünü yazıb və belə bir formatı almış olduq. Bu oldu bizim stajımız. İndi bu arada bunu elə funksiyada saxlaya bilərik. Nə görürük burada? Ən sevdiyim. Date formatında değil yəqin. Məncə başlanğıc dövründə problem var. Bu nəsə anormal aparır özü. 31, ops. 31, 11. Noyabr axı 30 gündən ibarət deyil. Süpersiz. Güzeldir. Yəni Excel deyir ki, arkadaş, nəsə anormallıq hiss edirsən, deyirik ki, hə. Tamam. Bundan sonra dediyiniz kimi biz artıq staja görə bir şeylər çıxarda bilərik. Amma hal-hazırda gördüyünüz formada bizim nə isə emal etməyimizə imkan verəcəkmi? Rahat olmayacaq, belə xeyr. Olmayacaq. Yes. Ona görə də burada nə edirik? Staj dediyimiz şey zaten ilə ölçülür. Doğru? Nə edək? Deməli, az öncə qurduğumuzu deyək. Dated if başlanğıc today son ops və year. Hı hı. Tamam. Burada da artıq staj illərini çıxmış olduq yəni. İşte maşallah 2006-dan falan işə qəbul olanlar da var. Az öncə nə etdik? Baxın, bir dənə rəqəmi çıxartmaq üçün nə qədər əlavə işləm görmüş olduq da, amma məqsədimiz nədir? Daha belə deyək, baxımlı bir dashboard hazırlamaq. Bura deyirik staj ili ortalaması. Bu da olsun orta staj. Bunu edəcəyik? Average. Gəldik bura. Seçdik staj ilini və enterimizi vurduq. Dedi ki, 9 illik staj ortalamam var. Əmin olmaq üçün bir dənə baxdım. 9 ildimi? Hə, 9.01-dir. Mən zaten təşkillərə qədər sıfırlamışdım ki, birin çıxması üçün biraz da böyütmək zorunda qalacağıq. Tamam. Artıq 1, 2, 3, 4 və 5 demoqrafik məlumat çıxartmış olduq. Başqa gözümüzə dəyən bir şeylər varmı arkadaşlar? Əmək haqqı işə qəbul. Var da bunlar xırda şeylərdir. İşte təhsil,
Bunu artıq countdan biləcəyikdə söhbət nədən gedir. Samla bir şeylərə baxıram, gözümə dəymir Saviflə. Sizin nəsə çatmaq şeyiniz varsa, nə edə bilərik bilirsiniz? Ümumi əmək haqqı fondunu çıxarda bilərik. Departamentlər üzrə aylıq əmək haqqı fondu. Burada necə bir dəyişiklik eləyəcəyik? Baxın, yeni funksiya yazmadan. Burada Average samla dəyişəcək mənim. aha, dəyişək. Sum if eləyək. Doğru. Eyni şərtləri istəyir bizdən. Tamam, nəticəni verir. Range istədi, seçmişik. Kriteriyanı istədi, sum range istədi. OK. Demək ki, hər şey qaydasındadır. Sabitləmişdik. Bunlar da yerindədir. Çəkdi aşağı və bizə ümumi əmək haqqı fondunu vermiş oldu. HR-da rəqəm azdır, diqqətimizi cəlb eləyir. Niyə bu HR-a maaş vermirlər deyirik? Qaydıq departamentdən baxırıq. İnsan Resursları Departamenti. Baxırıq maaşlarına. Görürük ki, 11.701 manat imiş. Demək ki, düsturumuz işləyir və hər şey qaydasındadır. Orta əmək haqqı lazım idi. Average ifadə elədim, istifadə elədim. Aylıq əmək haqqı fondu lazım oldu. Buna da sum if-dən istifadə elədim. Tamam mı? Burada bir dənə hər ehtimala sum atım. Bu mənə lazım ola bilər. Burada sum atmağın bir əhəmiyyəti yoxdur. Ümumi orta əmək haqqı lazım ola bilər. Burada artıq bunların average-ini çıxartmaq absurddur yoldaşlar. Average dediyimiz şeydə ümumi belə deyim, bütövlüyü ilə hissə lazımdır da. Yəni haranı istəyiriksə oranın average-ini çıxartmaq lazımdır. Yoxsa ayrı-ayrı bunu average-ini tapıb sonra bunları təzədən ortaq bir dəyərə gətirmək o qədər də doğru hesablama qaydası deyil və həmişə fərq verəcək. Bura qədər hissə aydındır. Sürətlə keçirəmsə bu arada deyin zəhmət olmasa. Yox, mənim aydındır. Bir dənə mənə çatmadı. Biz staj ortalamasını bizə nə verə bilər ki? O nə məntiq daşıyır? Buna deyirlər organizational maturity, yəni təşkilati olğunluq nə yaşdadır? Tamam, bizim ortalama olaraq nə qədərlik işçilərimiz var, neçə illik işçilər çalışdırırıq? Tamam. Tamam. Okey, bunu da bildik. Burada da hər şey qaydasındadır. Bunu niyə çıxartdıq sizcə? Cəmi niyə çıxartdıq? Lazım olsa bura faizlər verə bilək deyə. Yəni bizim əmək haqqı fondumuzun departamentlər üzrə bölgüsünü verək. Bunu da verək. Götürək bunu, bölək bura. Enter vuraq. Faizini ifadə eləyək. 17%. Yəni auditə verdiyimiz 54.000, ümumi 316.000-in neçə faizi dedik? Dedi 17%. Dedim ki, bunu aşağı çəkmək üçün F16 mənim sabit olacaq. Bunu bir dənə sabitləyim F4-lə. Enteri vurum və aşağı doğru sürüşdürüm. Yəni hər ehtimala buna baxım 100% verirsə hər şey qaydasındadır. Arkadaşlar, bəzən vizual görsənən 9 baxın məsəl üçün burada eyni hal olacaq. Deməli bu elədi 59, 63 üzərinə 10 gələndə 73, üzərinə 38 gələndə 99 kimi görsənir. Səbəbi nədir? Çünki burada tamlıqları göstərmədiyimizdən, bax bu tamlıqlar burada bir qədər şeyi pozurlar. Bizim belə deyim, ifadənin tam olaraq 100-ə çatmasını pozurlar da. Ona görə görürsə, əgər 100-ə çata bilmirsiniz, onda mütləq təşkilləri saxlayın burada. Faizdən sonra. Belə. Bu ümumilikdə bizə bir workspace verdi. İndi artıq dashboarda keçmək istəyirik. Dashboard üçün nə edirik yoldaşlar? Ümumi məlumatlar genəldə bizim dashboardumuzda yuxarı hissədə verilir. Yəni orta staj, orta yaş, ümumi personal sayı və s. Qrafiki məlumatlar isə daha aşağılarda, yəni alt-alta verə bilərsiniz və s. Burada təsvir olunur. Bir də belə bir şey var. Bu analitikada qəbul olunmuş bir normativlərdir. Yəni bunu da diqqətli saxlamağınızı xahiş edəcəm. Öncəliyimiz nə olacaq? İşte yazırıq ki, tutaq ki, ABC MMC-nin, indi niyə M2-dən yazır? MMC-nin personalı üzrə demoqrafik
Allah. Demografik hesabat. Tamam mı? Bunun adını yazdıq. Şimdi bir dənə şriftimizi seçək. Arkadaşlar, genelde nə edirlər qrafikdə? Belə bir mergedən istifadə edirlər də. Bu merge'in alternatifini bilirsiniz. Merge bilirsə çox zülüm bir şeydir. Yəni seçəndə falan belə absurd nəticələr gətirib çıxarır. Necə eləyək ki, bu merge olmasın, amma bu formada ortada dursun? Text formasında yazaq. Nə? Text kimi də qoymaq olar optimal variant olaraq. Insert text. Text box bəli. Daha yaxşı variantı tapa bilərsən Azədə. Var, unutmuşam. Ctrl+'də Ama əlamət arasını, hatırlayıram var. Aha, Gülay. Ctrl+1-lə orada əlamət hissəsinə gəldikdə etmək olur mərkəzə doğru. Super. Amma klikləyəndə yenə Evet. əvvəlki vəziyyətinə qayıdır. Tamam. Nə edən əvvəlki vəziyyətinə qayıdır? Yenə həm üzərində seçəndə bir daha yenidən əvvəlki vəziyyətinə qayıdır amma. Okay. Hansı hissədə göstərmək istədiyimi verdim və center across selection, yəni seçdiyim hissədə deyirəm mərkəzə doğru across elə, yerləşdir nəsə. Okay vurdum və merge kimi görsəndi, amma daha professional. Professional olan tərəfi nədir? Bütün xanaları birləşdirmədi. Mənim məlumatım yenə mərkəzdə görünmüş olacaq. Belə təqribən. Okay. Bu belə deyim dashboardumun ana hissələridir. Hələ ki belə dizayn eləməyə başlayırıq da. Və sonra nə edirəm? Sonra gəlirəm bunlara bir sərhəd vermiş oluram. Deyirəm ki, mənim dashboardum bu hissəni əhatə edəcək. Hələ ki grid line-ları saxlayıb mənə lazım olacaq. Amma vaxtı keçəcəyindən sonra artıq qrafikim hazır olandan sonra bunlara ehtiyacım olmaya bilər. Biraz da genişləndirək sağa doğru və bunu bir daha Central Across Selection edeyim. Ctrl+1 vasitəsilə niyə olmadın arkadaş? Çünki bu birinci kanalda olmalıdır. Okay. Tamam. Adını yazdım, dashboardumun sərhədləri müəyyən elədim. İndi artıq keçək daha kreativ tərəfinə. Kreativ tərəfi nədir? Birinci bizə lazımdır nəyə qoymaq? İşte məsələn ümumi personal sayımızı qoyaq. Yazaq ki ümumi işçi sayı. Okay mi? Baxın, burada artıq makros eləyin, nə istəyirsiniz eləyin, fərqi yoxdur. Tamamilə sizin dizayn şeyə baxır da, visiona baxır yəni. Bunu da makros deyək. Əsas hissələri, yəni başlıqlarımızı boltlarla təsvir eləyək görüntü üçün və burada sadəcə bərabərlik işarəsi qoyuruq. Çünki hər şey workspace-də işləmişik. Okay. Bunu da düzəltdik. Tamam. Sonra bunun bir oxşarını da ataq bura. Ops. Copy. Ataq bura. Bunun bir oxşarını da ataq bura. 100 mü oldu? Hə. Okay. Bu olsun bizim, baxaq görək. Bunlarla eyni tipli nəyimiz var arkadaşlar? Yaş ortalamamız var və orta staj müddəti var. Gələk dashboardumuza. Bura yazaq. Orta yaş. Orta yaşı yenə bərabərlik işarəsi qoyuruq. Deyirik get workspace-də buradan götür. Burada da tənzimləyək 45.1 olaraq. Sonra gəldik üçüncü məsələmizə. Bu da olacaqdı orta staj ili. Bunu da deyirik workspace-ində burada zaten işləmişdik. Bunu da belə yığcam formada verək. Tamam.
Bizim artıq o belə deyim, cədvəlimizin dashboardumuzun yuxarı hissələri hazırdır. Biraz dizayn işləmləri görürük və ya bunları rənglərlə də ifadə edə bilərik. Okay. Bu təkcə Excel-də yox, PowerPoint-də də eyni yanaşma mövcuddur. Rənglər seçilərkən arkadaşlar 3 dənə və ya 4 dənə mütləq əməl etməli olduğumuz nüans var. Birincisi nədir? Birincisi, ümumiyyətlə siz hansı rənglərdən nə əsasda istifadə edirsiniz? Məsələn, fikirləriniz var, bir brainstorming formatında eləyək. Qurumun şeydir, rəngi necə deyim? Super. Korporativ Anladım. rənglər. Bəli. Okay. Başqa? Başqa soft rənglər. Okay. Belə çox yormayan göz rəngi. Gözə də, yəni yormayan rənglər. Aha. Azəl nə olub sən? Yorğunluq deməli. Okay. İşdən sonra biraz nəsə qoyum. Gülay, əlavələr elə. Azdan çoxa doğru məncə ya rəng açıq rəngdən tünd Qradientlər verə bilərik. açıq rəngə. Super. Qradientlər verə bilərik. Bax, iki dənəsini azada dediyin kimi deyək. Birincisi korporativ rənglər, ikincisi soft rənglər, yəni çox belə aşırı parlaq və sair olmayan rənglərə qaçmağımız doğru deyil. Üçüncüsü, Gülayın dediyi kimi qradient olmalıdır, bir rəngin müxtəlif kənarları olmalıdır. Dördüncü də var. Datamızın xarakterinə asılı olaraq rənglər dəyişə bilərmi? Xarakter dediyimiz tutaq ki, pozitiv bir şeydirsə, fikriniz nədir? Yaşıl ola bilər. Okay, əla. Yəni bir şeyin neqativ olduğunu vurğulamaq üçün rəqəmsal qırmızı ilə verə bilərik, əla, və ya yaşılla verə bilərik pozitivcə və ya bir duraqsama varsa mavi ilə verə bilərik. Bu həm qrafikdəki o az öncə yazdığımız kimi dashboard hissələrinə də aiddir, həm də bizim kartlarımıza da aiddir. Okeymi? Arkadaşlar, bu belə deyim, dashboardumuzun başlanğıc hissəsi idi. Bunu qurduq, əla. İndi deyirik ki, axı mənim daha maraqlı hissələrim var. Mən bir də qrafikləri qurmalıyam. Qrafiklərdə nə edirəm? Baxıram ki, mənə nə lazımdır. Gəldim bura workspace-ə. Deyirəm ki, departament üzrə orta əmək haqqını çıxartmaq istəyirəm. Və ya işte cins bölgüsünü çıxartmaq istəyirəm. Gəlin buradan başlayaq. Cins bölgüsünü çıxartmaq istəyirəm. Seçdim mənə lazım olan hissəni. Gəldim insert-ə. Mənə lazım olsa dediyim kişi, qadın, yəni sətir başlıqların və qarşısındakı datanı götürdüm. Gəldim insert hissəsinə. Burada zaten recommended chartları verir. Deyir, nə ilə təsvir eləmək daha doğru olur. Deyirəm ki, arkadaş, boş ver, qoy özüm seçim. Əgər tamın hissələrindən söhbət gedirsə, burada optimal variant org chartlarla, daha doğrusu pay chartlarla verməkdir. Yəni, bunların cəmində 100% alınır. Optimal var. Məsələn, orta əmək haqqını pay chartla verməyimiz nə qədər məntiqi olar? Axı, burada tamlıq bir şey yoxdur. Yəni, bunu artıq column chartlarla verərik. Bizim ən çox istifadə edəcəyimiz chartlar olacaq pay chart, olacaq column chartlar. Yəni, müxtəlif elementləri bir-birindən qarşılıqlı olaraq fərqləndirən şeylər. Bar chartlar olacaq. Sanki column chartlarının 90 dərəcə yıxılmış versiyasıdır. Radar chartlar ola bilər. Buna baxarıq, radar chartlara. Bu da maraqlıdır. Başqa nə ola bilər? İşte combo chartlarda müxtəlif 2, 3 və sair chartların bir yerdə istifadəsidir. Radara, bara, koloma, line da maraqlıdır. Buna da baxarıq və pay charta baxmış olacağıq arkadaşlar. Okay, indi nə edirik? Deyirik ki, yoldaşlar, bunu pay chartdan verək. Okay, vurdum. Mənim gəldi bu. Gəldi workspace-mə atdı bunu. Bir dənə Ctrl X dədim, gəldim dashboarduma. Deyirəm ki, burada yerləşdirmək istəyirəm. Okay. Nə edirəm? Qrafikimi istədiyim ölçüyə gətirirəm. Bura yazıram. Ta ki, nə idi mənim başlanğıcım? Cins bölgüsü.
Bir də bura data chart atıram. Baxın, bu qrafiklərin məlumat hissəsinin aşağıda olması bir qədər köhnə trend sayılır. İndi adətən solda və ya sağda verirlər. Bunun da məqsədi, məntiqi nədir? Çartlarımızı maksimum böyüdə bilək. Yəni başqa bir şey yoxdur, olayı yoxdur əslində. Okay. İndi nəyə baxdıq arkadaşlar? O datamızın xarakterindən söhbət gedir də. Məsəl üçün burada tətbiq eləyə bilərik. Mavi və hətta ki bir qədər daha belə digər soft bir rəng istifadə eləyə bilərik. Tutaq ki, qadın üçün yəni biraz şey yanaşmaq istəmirəm. Cinsel bir ayrımcılıq eləmək istəmirəm, amma fərqləndirmək üçün bunu istifadə eləyə bilərik. Sonra başlayırıq çartlarımızı düzəltməyə. Rəngi ağ olsun, içəridədir. Bu da Aptos olsun. Başlıqdır. Ölçüsü neçədir burada? 12-dirsə, burada da 12 eləyirik. Tamam. Qadın kişi, bu da Aptos olsun. Ölçüsü o qədər fərq eləmir bizə. Bu da avtomatik. Okey, super. Burada belə deyim də, gözə yarı olaraq yadınızdadır, mən demişdim, bəzi şeylərdə faiz vermək, bəzi şeylərdə rəqəm vermək gərəkli olacaqdır. Burada zaten biz görürük ki, təqribən 15% falan qadınlardır. Yəni 25-dən də biraz 25-i bura gəlib düşürsə, burada 15%-ə falan gəlib düşəcəkdir. Bir dənə hər ehtimala bölək 36 getdi. 36 bölünsün 273. 13%, yes. Yəni istəsəz burada faizi də əlavə edə bilərik. Data label'dan. Ops. Niyə açılmadı? Okay. Gəldik data label'dan. Buradan tutaq ki percentage əlavə eləsək faizlərini də vermiş olacaq. Yəni bir də bu da bir variantdır. Yəni necə istəsəz təsvir edə bilərsiniz. İndi biz hələ ki percentage verək, çünki burada zaten percentage rahatlıqla fərqləndirə bilirik. Buradasınız. Okay. Sonra baxaq ikinci qrafikimizə. Yaş intervalları. Okay. Burada 35 yaşa dək, 35-50 və 50 üzəri. Burada rəqəmlərdən daha çox bizə faizlər maraqlı olacaq yoldaşlar. Faizlər də chart üzərində özü verirdi, yəni heç burada təsvir eləməyə ehtiyac yoxdur. Nə edirik? Yenə seçdik intervalımızı. Yenə insert elədik. Yenə pie chartdan istifadə edək. Cut eləyək. Ataq dashboardumuza. Az öncə etdiyimiz işləmləri yenidən təkrar edəcəyik. Bunların ölçüsünü falan bərabər qoyaq ki, sərgəli görsənsin. Nə etdik? Yazdıq yaş intervalları. Burada artıq üzərinə 2 dəfə vuraq. Baxaq ki, burada mənə value, dəyəri lazımdır, yoxsa deyirəm ki, dəyərindən daha çox mənə percentage, yəni faizi lazımdır. Ona görə dəyərini çıxartdım. Sadəcə faizlərini saxladım. Sonra deyirəm ki, ops, %35 50 üzəri. Az öncə Gülay dedi ki, mən nə edirəm? Mən qradiyentdən də istifadə edirəm. Bax, burada yaş məsələsində qradiyentdən istifadə edə bilərik. Niyə? Çünki yəni bir elementin müxtəlif şəkil dəyişməsini göstərir də, yəni artıb azalmasını göstərir. Tutaq ki, 35 yaşadakı olan hissədə nə edək? Sizin kreativliyinizə güvənək. Nisbətən açıq mavi, işte 35-50 yaş olan intervalda bir qədər daha tünd, 50 üzərində isə ondan daha tünd. Yəni belə bir forma vermiş olduq. Yenə də ana rəngləri pozmuruq, yəni. Ağ eləyək, baxaq burada neçə idi? 11 idi. O zaman bunu da 11 eləyək və
boldla vermiş olaq. Okey. Sonra nə qaldı arkadaşlar? Bu artıq bizim formatımıza uyğun gəlmədi. O zaman gəlirik buradan shape-dən. Belə bir şey verə bilərik. Qadın və kişi olaraq. Sırf format xarakteri, yəni görünüş xarakteri, başqa bir olayı yoxdur. Aptos 12 idi. Bold edirik. Avtomatik olur. Aptos. Bunun bir standartı yoxdur yoldaşlar. Bu şriftlər, ölçülər və s. Bu da sizin korporativ prizmada tənzimlənən şeylərdir. Və nə edirik? Başqa nəyə verə bilərik? Tutaq ki, departamentlərə görə aylıq əmək haqqı, yoxsa departamentə görə orta əmək haqqı. Gəlin orta əmək haqqını verək. Burada nədən istifadə edəcəyik? Hansı chartımız daha məntiqli olar fikrinizcə? Parça. Kolum daha yaxşı olmasın? Yes, ya bar chart ya da kolum. Yəni çünki bunların əslində bir-biri ilə qarşılıqlı müqayisəsi bizə maraqlıdır. Kolumla və pie chart prinsip etibarı ilə eyni şeydir. Sadəcə biri dediyimiz kimi 90 dərəcə, biri perpendikulyardır, biri paraleldir də. Gəlin bunu belə mi eləyək? Bunu bar chartdan eləyək. Olay sadəcə və sadəcə dizayndır, başqa bir olay yoxdur. Və nəyə baxırıq? Daha yaxşı fikrimizi nə ifadə edir? Okey. Burada bir qədər işləmlərimiz olacaq. Orta əmək haqqı departamentlər üzrə orta əmək haqqı. Bunu seçmişkən Aptos deyək, 12-yə salaq, bold eləyək. Bunu Aptos deyək, 9, okey, qalsın. Nə demişdik arkadaşlar bu xəttlərlə, bu faizlərlə bağlı yadınızda qalır? Sizin dashboardlara demişdim, yəni bunlar lazımdırmı bu xəttkeşlər? Xəttkeşlər yox. Hansı hala lazım deyildi? Kəsişmə yoxdursa da, yəni Və ya üzərində rəqəm rəqəmin yazmışamsa bunları rahatlıqla görə bilirəm də. O zaman bunları silirəm, gedir ki, həm də biraz yerim genişləmiş olsun. Okey. Tamam. Bunların da biraz ölçüsünə əl gəzdirək, bold eləyək və neyniyək? Yerləşərmi? Yerləşə bilər. İndi ona baxarıq. Deməli, bax bu qrafikimizin bir qədər ölçünü böyüdə bilərik arkadaşlar. Niyə böyüdürük? Deyirik ki, burada yazılan elementlər mənim grafikimin içində görsənsin, qırağa çıxmasın. Niyə? Məqsədim də odur ki, bir qədər informasiyamı daha geniş sahəni əhatə eləsin. Qoyum bura, okey. Gəldim bura. Baxıram. Data label-a. Deyir outside end, yəni çöldə və sonda. Mənə lazımdır inside end, yəni içəridə və sonda. Okey mi? Inside endi vurdum və gəldi məlumatlarım bura düşdü. Dizaynıma görə qrafikin içində rəqəm varsa bu ağ rəngdə olmalıydı. Tamam mı? Və artıq yavaş-yavaş dashboardumuz formalaşmağa başlayır. Təbii ki, burada başqa informasiyalar var. Prosta zaman qıtlığımızı nəzərə alaraq hələ ki, belə biraz qısıtlı getməyə çalışırıq, amma əsas prinsipləri bilməyimizdə təbii ki. Arkadaşlar, burada sizi narahat edən nə var bu qrafiklərin düzülüşündə? Parça. iki dairənin yan-bayan olması. Super. Komment kimdən gəldi? Azada. Alqışlayıram. Olay sadəcə şey olaraq baxsaq,
Yəni deyə bilərsiniz ki, İslam xanım, biz analitikik də, biz dizayner deyilik, biz bu şeylərə fikir verməli deyilik. Baxın, bizim gördüyümüz işin əsas amalı məqsədi nədir? Demək istədiyimiz, göstərmək istədiyimiz müştəriyə çatsın. Müştəri dediyimiz daxili müştəridə, ta ki bu bizim departament rəhbəri ola bilər, nə bilim, şirkət rəhbəri ola bilər və s. və ilaxırda. Okey, bu məlumat çatacaqmı? Çatacaq. Amma ki, həm də bunun biraz sunum məsələsi var da. Yəni yemək çox dadlı ola bilər, amma bunun sunumu görülən işin kalitəsini daha çox artırmış olur. Yəni görülən işin əziyyətini daha çox vurğulamış olur. Xırda bir dəyişiklik eləməklə yəni bunların yerini dəyişirik. Təbii ki, məntiq etmirsə də, burada digər önəmli məqam da odur. Nə etmiş oluruq arkadaşlar? 2 dənə chartımız, yəni bir qanunauyğunluq formalaşdırmış olduq da. 2 dənə chartımız solda və sağda oldu. Bizim pie chartlarımız, kolon chartımız isə, bar chartımız isə ortada olmuş oldu. Baxın, bunların görürsünüz, sərhədinə də bir dənə xətt gedir. Lazımdır mənə xətt? Yox. Gərəkli deyil. Bunu gəlirəm, no outline edərəm. Bunu da gələrəm, no outline edərəm. Bunu da gələrəm, no outline edərəm. Yaxşı, bunu niyə elədik? İndi işin son hissəsində deyim, sonra deməli. Arkadaşlar, istənilən məlumatı verəndə mütləq yazılmalı bəzi nüanslar var. Baxın, əgər bu bizim analitik hesabatımız olsaydı, bizim qrafiklərimiz hamısı burada alt-alt olacaqdı. Biz sağ tərəfi və ya sol tərəfi analitik rəylər üçün boş saxlayacaqdıq. İstəyək ki, bu məlumatlar belə burada yerləşmiş olacaqdı. Bu tərəfi analitik rəylərimiz üçün boş saxlamış olacaqdıq ki, rəylərimizi bura yazaq. Nə edirik? Yazırıq ki, hesabat dövrü. Bizim hesabat dövrümüz nə vaxtdır? Onu qeyd edirik. Tutaq ki, yazırıq, bu dinamikdir də. Bunu yaza bilərik dinamik, yəni hər gün yenilənən və ya yaza bilərik 2006-2024. Bizim personalımızın əhatə elədiyi dövr həmin dövr idi. Bunu bəzən sizə lazım olacaq ki, ta ki 2024-cü ilin 6 ay ərzində olan işçilərin məlumatlarını verin. 2024-cü ilin ilk 6 ay ərzində hansı işçiləri işə götürmüşük? Bunların ümumi sayını, orta yaşını və s. verin də. Burada ya yaza bilərik, ta ki, hesabatımızın ilk və son dövrlərini əhatə edən datalar hansı vaxtdadır və ya deyirik ki, cari yenilənən. Hesabat dövrümüz hər gün yenilənir. Və bir də yazırıq ki, hesabat mənbəyi. Bax, bu işin artıq o şeydir də, o tiləyin pastasıdır da, yəni artıq görsənə bilər. Amma işimizin maksimum professional gördüyümüzün bir şeydir də, işarətləridir. Həm də qəbul olmuş bir normativdir də. Bura nə yazırıq? Hesabat mənbəyi, tutaq ki, yazırıq SAP. Tamam mı? Əgər bir ERP proqramınız varsa və yaxud nə bilim Pranet yoxsa yazırsınız ki, tutaq ki, yer departamenti. Yəni məlumatı hardan götürmüşəm? O lazımdır. Okey. Bunları bildik. Normalda biraz daha belə analitik hesabatlarda şey də olur burada. Analitik rəy vermə, hansı struktur rəy veribsə, onu da yazmış oluruq. Və ən sonda etməli olduğumuz xırda bir iş qaldı. Bu arada bunların ölçüsü tamamilə sizə qalan bir şeydir. Genəldə çox belə xırda formada və ən aşağıda, ən sağda verilir və ya yuxarıda, ən solda verilir. Mən adətən bu formada eləyirəm. Çünki yəni, ana element deyil də, kənar elementdir. Bundan sonra nə düşünürsünüz? Bu qrafiki biraz daha belə... Hə? Gridline'ları götürmək. Super. Bir dənə son işimiz qaldı. Gəlirik view-ya və gridline-ı yığışdırırıq. Bu da oldu bizim dashboardumuz. Daha sadə istədiyimiz məlumatları göstərə bilirik. Hər şey aydındır və işimizə yarayır. Kommentləriniz varmı yoldaşlar?
Yəni çox belə nə basic və qısa vaxtda bunu düzəltdikdə, təbii ki, daha belə ekstravagant şeylər düzəltə bilərdik bir yerdə. Arkadaşlar, hər şeydən məmnunsunuz. Belə bir hesabat qoysalar qarşınıza bəyənərsiniz, yoxsa nəsə bir əlavələriniz olar? Nə oldu bu qədər? Kifayət qədər anlaşılacaqdır mənim. Tamam. Yəni dediyimiz kimi bunlar burada düzdür, istər-istəməz zövq məsələsi, rəng uyumları məsələsi və s. və ilaxır bunlar şəxsdən şəxsə dəyişir. Amma ana burada əsas olaraq almalı olduğunuz nüans nədir? Yoldaşlar, bir də nə qədər vacibdir, vacib deyil, buna özünüz qərar verə bilərsiniz, amma adətən mən hesabatı verəndə bu formada təqdim edirəm. Yəni işlədiyim hissə bu home menüsü və s. və ilaxır bunları gizlədirəm və ekranı maksimum böyütməyə çalışıram ki, baxımlı olsun. Başqa bir də artıq belə yeməyi hazırladıq, sunum üçün hazırdır, artıq mətbəxi yığışdırmaq lazımdır. Mətbəxim nədir arkadaşlar? Pivotum, workspace'im və əsas məlumat mənbəyim. Bunu dəyişirikmi? Xeyr. Hide elədik. Buna yazıram data. Bu artıq mənim datamdır. Deyirəm ki, yəni sənin orada gördüyün bütün məlumatlar, dashboardda gördüyün məlumatlar, bu data sütunundan, data cədvəlindən qaynaqlanır. Bunu əlavə eləmək analitik olaraq göstərir ki, mən okeyəm, mən hazıram, yəni challenge olunmağa. Nəyisə səhv tutmaq istəyirsinizsə, əgər elə bir ehtimal varsa, o zaman buradan baxıb analiz edə bilərsiniz. Buradan baxın, sonra mənə nəsə komment verin. Niyə? Çünki mən hər şeyi burada olan məlumatlar əsasında hazırlamışam. Buna biz niyə dinamik dashboard deyirik? Çünki baxın rəqəmlərə, bunları bir göz önündə bulundurun. 273, işte 45, 9 və s. və ilaxır və bu rəqəmlərə də baxın. Arkadaşlar, sabah kimlərsə işdən çıxdı. Tamam mı? Dashboarddan baxıram, dərhal dəyişdi artıq. Fikir verin. Bütün məlumatlar dərhal dəyişdi. Ona görə yazmışıq, cari yenilənən. Yəni, datama nə olsa burada dəyişiklik olacaq. Və ya yeni şəxslər əlavə olundu. Personal siyahımda ola bilər, yeni insanlar əlavə olunur. Dashboarddan baxıram, dərhal dəyişdi. 281, 8.5, işte burada faizlər dəyişdi, burada ortalama maaşlar dəyişdi. Tamam mı? Bax, buna görə biz buna dinamik dashboard deyirik. Yəni, burada hər nəyi dəyişirəmsə dəyişim, hər nə siyahımda nə yenilik olursa olsun, bu mənim dashboardumda dərhal əks olunur və ani vaxt rejimdə yenilənir. Bunun yenilənmə səbəbi nə idi arkadaşlar? Çünki biz workspace işləmişdik və biz hər dəyişiklik eləsə burada yenilənir. Burada yeniləndiyi üçün buna bağladığımız dashboardda da avtomatik olaraq yenilənir və daha peşəkar bir kontur formalaşdırmış oluruq. Diqqət etməli olduğumuz məqamlar dashboardumuzun başlanğıcı, əgər vahid informasiya verirsə ən yuxarıda onlar əks olunur. Daha sonra məlumatlar əgər 100%-ə tamamlanan elementlərdirsə pie chartla, qarşılıqlı müqayisə olmalı elementlərdirsə column chartla ifadə edirik. Və mütləq hesabat dövrünü və hesabat mənbəyinin nə olduğunu aşağıda əks elətdiririk. Optimal variant tarixi də yazmaqdır. Tarix. Bunu da nəzərə alsaq ki, bizdə zaten demişdik, cari yenilənəndir. Bura bir dənə today qoymağımız bütün məsələni daha cool göstərir ki, nə vaxt atsa bu tarix həmin günün tarixi olmuş olacaq. O da göstərəcək ki, mənim datam yenidir, dinamikdir. Və bu dinamik dashboardlar adətən göndərilən dashboardlardan daha çox bizim o shared folderlar var, ümumi paylanan folderlar. Hansı ki, datasını siz idarə edirsiniz, dashboarduna rəhbəriniz baxır və ya işte şirkətin rəhbəri baxır. Bax, onlar üçün o formada hesabat vermək üçün çox daha faydalıdır və çox daha işinizə yarayan nüanslardır yoldaşlar. Belə, yerimiz varsa biraz da bu ölçüsünü böyüdə bilərik, bu formaya sala bilərik. Tamamdır. Suallarınız, mən olsam belə eləyərdim dediyiniz hissələr varsa o kadar. Yəni, bölüşün, xahiş edirəm, çünki burada bitmir də, yaradıcılıq bitmir yəni.
Mən ana qəbul olmuş o nüansları sizinlə paylaşmağa çalışdım. Təbii ki, daha müxtəlif, daha qeyri-adi reporting və sair platformalarda var, amma reallıq da budur ki, ölkəmizdə hal-hazırda XL-ı əvəz edən reporting platforması yəni istifadə həcmi baxımından hələ ki yoxdur. BI biraz bazara girməyə çalışır, o da çox uğurlu ola bilmir information security baxımından. Yəni cyber security baxımından çox şirkətlər o qədər dəstəkləmirlər. Belə. Okay. Yəni sualınız varmı deyə verməyəcəm, çünki deyərsiniz ki, Nayda xanım deyəcək ki, Qism xanım baxmalıyam, mən ondan sonra deyəcəm. Tam doğrudur. Şaşırdıqmı? Hayır. Okey, yaxşı. Bəs bunlardan danışdıq. İndi İsmi xan, sən bizə nə yükləyəsən deyə bilərsiniz. Yoldaşlar, yenidən ekstra bir metriklərə odaqlanmanıza heç ehtiyac yoxdur. Olsa bunda da müstəqilsiniz, yəni problem yoxdur. Amma ötən dəfə sadəcə metrik nəticə olaraq çıxartdığınız şeyləri sizdən dashboard formasına xahiş edirəm. Hal-hazırda danışdığımız dashboardun qaydalarına, tiplərinə uyğun olaraq növbəti gün, yəni 4-cü gün inşallah görüşəcəkdə 4-cü günə qədər sizin maksimum 1 saatınızı almayacaq heç bu tapşırıq. Ona görə 4-cü günə qədər inşallah onları bu formada dashboardda yığıb gətirməyinizi xahiş edəcəyik ki, həm əlverdiş olsun, həm də hər hansı suallarınız, tətbiqdə çətinliyiniz olsa onlara baxmış olaq. Amma yenə birinci tapşırığımız kimi bunu da siz təqdim eləyəsiniz və hamının kommentlərinə açıq olacağıq. Belə. Mən biraz anlamadım. Немножко Yadınızdadır, birinci o metrikləri analiz edib göndərmişdinizə, data təmizləmədən qabaqda tapşırıq. bəli. Orada bəzi yoldaşlar dashboardlar qurmuşdular, bəziləri sadəcə rəqəmsal olaraq belə deyim də eləmişdilər ki, bunun buna bölgüsü nəyi verir mənə. Aha. Deyirik ki, oradakı dashboardlarınızı hazırlamışdınızsa, hazırlamamışsınızsa sadəcə rəqəmsal formada olan informasiyalarınızı bu dashboard formasına salın. Bugün göstərdiyimiz formaya salın. Aha. Okay. Onları gətirin. Əlavə etmək istəsəz eləyin. Yəni məhdudiyyət yoxdur. Amma təqribən bu belə deyim də qanun uyğunluqlarının izləndiyi, bu normativlərin izləndiyi bir forma sizdən xahiş edirik. İnşallah 4-cü gün təşkil olunacaq görüşümüzə. Çox sağ olun. Siz sağ olun. Belə. Tapşırıq aydındır yoldaşlar. Bu bizim sadəcə 3-cü və sonuncu tapşırığımızdır. İnşallah bundan sonra bir dənə yekun dəyərləndirməmiz qalır. O zaman da hələ biraz vaxtımız var. Belə. O zaman uğurlar sizə. Görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Sağ olun. Hələ- Sağ olun. Sağ olun.